Bugün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın oğlu, gənc və perspektivli Heydər Əliyevin 28 yaşı tamam olur. Heydər Əliyev adını babası Azərbaycan Respublikasının ümumilli lideri Heydər Əliyevdən alıb. Heydər Əliyev 2017-ci ildə ADA Universitetindən bakalavr dərəcəsi ilə məzun olub. 2018-2019-cu illərdə isə hərbi xidmət keçib. Son illərdə Heydər Əliyev rəsmi tədbirlərdə atasının yanında iştirak etməyə başlayıb. Xüsusilə 2024-cü ildə iqtisadi məsələlərə həsr olunmuş yüksək səviyyəli rəsmi hökumət iclasında iştirakı ictimaiyyətin diqqətini çəkib. Heydər Əliyev ailəlidir, 2 evladı var. 2022-ci ilin noyabrında ailə həyatı qurub. Bu barədə birinci vitse-prezident Mehriban Əliyeva rəsmi Instagram hesabında paylaşım edib. Biz də Heydər Əliyevi ad günü münasibəti ilə təbrik edirik. Onun xalqımızın və vətənimizin güvənə biləcəyi bir şəxsiyyətə çevrilməyi bizi qürurlandırır. Dürüstlüyü, təvəzzökarlığı və vətənpərvər düşüncələri Azərbaycan gəncliyi üçün nümunədir. Ümid edirik ki, gələcəkdə də bilikləri, əqidəsi və çalışqanlığı ilə xalqına, dövlətinə layiq bir övlad olaraq fəaliyyətini davam etdirəcək.